Telefonunuzda sadəcə bir düyməyə basırsınız və bum, saniyenin mində biri ərzində məlumatlarınız görünməz bir labirintə daxil olur, okeanları və qitələri aşıb, dünyanın o biri ucuna çatır və yenidən sizə qayıdır. Heç düşünmüsünüz, bu qüsursuz proses necə baş verir? Biz fərqinə belə varmadan bu nəhəng sistem həyatımızın hər saniyəsini idarə edir. Sizinlə mən, izlədiyiniz bu rəqəmsal təhlil, bank sistemlərimiz, hamısı bu nəhəng şəbəkənin bir parçasıdır. Deməli, çox vaxt sadəcə ekrandakı Wi-Fi işarəsinə baxıb hər şey qaydasındadır deyirik. Amma o kiçik ikonun arxasında ağlasılmaz dərəcədə mürəkkəb, eyni zamanda füsunkar bir fiziki və məntiqi infrastruktur dayanır. Bugün biz sizinlə ekranlarımızın arxasındakı o görünməz sehrin pərdəsini aralayacağıq. Gəlin bugün nələri kəşf edəcəyimizə qısaca nəzər salaq. Əvvəlcə şəbəkənin tam olaraq nə olduğunu öyrənəcəyik, sonra onun növlərini, məlumat daşıyan qurğuları, IP və MAC adreslərinin fərqini incələyəcəyik, sonda isə internet və DNS sistemindən danışıb prosesi yekunlaşdıracağıq. Başlayaq. Birinci hissə, şəbəkə nədir? Gəlin ən təməl anlayışlardan başlayaq. İstər mobil şəbəkə olsun, istər hava yolları sistemi, istərsə də otağınızdakı bir neçə kompüter, hər birinin əsas məqsədi məlumat paylaşmaqdır. Şəbəkəyə qoşulmuş hər bir cihaza, istər notebook olsun, istər printer, biz qovşaq, yəni node deyirik. Və ən maraqlısı nədir bilirsiniz? Bu cihazlar məlumatı böyük bir qaya parçası kimi deyil, paketlər dediyimiz xırda hissələrə bölərək ötürürlər. Yəni, göndərdiyiniz o fayl əslində minlərlə kiçik paketə bölünüb, şəbəkə daxilində o tərəf bu tərəfə daşınır. İkinci hissə, şəbəkə növləri. PAN, LAN və WAN nə deməkdir? İndi istifadə etdiyimiz bu qlobal infrastruktur əslində necə başlayıb? Çox sadə, 1960-cı illərdə ABŞ-da ARPANET adlı kiçik bir layihə ilə. İlk mesaj 1969-cu ildə Los Angelesdəki iki institut arasında göndərilib. Zamanla TCP/IP kimi qaydalar təyin olundu, 1983-cü ildə isə DNS sisteminin gəlişi ilə bugün bildiyimiz o nəhəng internetin əsası qoyuldu. Yaxşı, bəs bu şəbəkələr coğrafi olaraq necə bölünür? Coğrafi əraziyə görə 3 əsas növümüz var. Birincisi PAN, yəni şəxsi ərazi şəbəkəsi. Bu təxminən 10 metrlik bir sahədir. Simsiz qulaqlığınızı Bluetooth-la telefona qoşursunuz. Təbrik edirəm, özünüzə kiçik bir PAN yaratdınız. İkincisi LAN-dır, yəni yerli ərazi şəbəkəsi. Bu adətən bir ofisi və ya evinizi əhatə edir, 1 kilometrə qədər uzana bilər. LAN çox təhlükəsizdir və sürəti saniyədə 1000 megabitə qədər çata bilir. Üçüncüsü isə WAN-dır, qlobal şəbəkə. LAN-ların birləşərək qitələri, okeanları aşan nəhəng bir hörümçək toru yaratdığını təsəvvür edin. Elə internet özü də dünyadakı ən böyük WAN şəbəkəsidir. Üçüncü hissə, məlumat daşıyan qurğular. Gəlin işin mətbəxinə daxil olaq. Baxın, bu hissə həqiqətən əyləncəlidir. Cizgi filmlərindəki səsküylü bir ofisi təsəvvür edin və orada Hub adlı bir poçtalyon var. O, ofisə girib qışqırır. Hey, Əlidən Vəliyə məktub var, Vəli kimdir? Ofisdəki hamı işini dayandırıb ona baxır. İndi düşünün, ofisdə hamı eyni anda belə qışqırsa, təbii ki, xaos, yəni toqquşma yaranar. Hub məhz belədir. Məlumatı alır və kör-köranə ona bağlı olan hamıya göndərir. Amma Switch tam başqadır. O bizim ağıllı, sakit poçtalyonumuzdur. Switch ofisə girir, zərfin üzərinə baxır, daxili qeydlərində Vəlinin hansı masada oturduğunu tapır və məktubu sakitcə aparıb onun masasına qoyur. Heç kim narahat olmur. Switch ünvanı analiz edir və məlumatı yalnız və yalnız lazımı cihaza çatdırır. Əgər Switch ofisdəki ağıllı poçtalyondursa, router, yəni marşrutlaşdırıcı, şəhərin əsas mərkəzi poçt şöbəsidir. Router məlumat paketlərini alır, yoxlayır və onları tamam fərqli şəbəkələrə, məsələn, evinizdəki lokal şəbəkədən geniş internetə doğru yola salır. Özü də çox bacarıqlıdır. Məsələn, qarşıdakı şəbəkə yalnız kiçik paketləri qəbul edə bilirsə, router böyük paketləri xırda hissələrə bölür, yenidən qablaşdırır və yola salır. Yeri gəlmişkən, evimizdəki o kiçik Wi-Fi cihazları əslində həm router, həm də switch funksiyasını özündə birləşdirən əsil gizli qəhrəmanlardır. Bir də gateway, yəni şəbəkə keçidi var. Adından da göründüyü kimi, bu bir qapıdır. Hər hansı bir şəbəkədən çölə çıxan və ya içəri daxil olan bütün məlumat paketləri mütləq bu qapıdan keçməlidir. O, təhlükələrə qarşı adətən təhlükəsizlik divarı, yəni firewall ilə birlikdə işləyir. Və ən əsası, məhz bu qapıda NAT, yəni şəbəkə ünvanının tərcüməsi adlı bir proses baş verir. NAT sizin daxili gizli şəbəkə ünvanlarınızı tək bir ictimai ünvana çevirir. Bununla da həm təhlükəsizliyi təmin edir, həm də internetdəki ünvan qıtlığının qarşısını alır. Dördüncü hissə, IP və MAC adresləri. Gəlin fərqlərinə baxaq.
Burada qısa bir fasilə verib düşünək. Bəs yaxşı, əgər IP adresimiz varsa və o bizim şəbəkədəki yerimizi tapırsa, cihazın içindəki o qəribə MAC adresinə niyə ehtiyac duyuruq? İkisi də eyni deyil ki. Gəlin baxaq. Məsələ burasındadır ki, bu ikisi tamamilə fərqli məqsədlərə xidmət edir. MAC adresi cihazınızın fiziki şəxsiyyət vəsiqəsidir. O daimidir və heç vaxt dəyişmir. 48 bitlik uzunluğu var və 16-lıq rəqəmlərlə yazılır. Bunun ilk 24 biti cihazı istehsal edən şirkətin kodunu, qalanı isə unikal seriya nömrəsini göstərir. IP adresi isə məntiqi ünvandır, yəni sizin indiki coğrafi mövqeyiniz və ya poçt ünvanınızdır. Əgər notebookunuzu götürüb bir kafedəki şəbəkəyə qoşulsanız, MAC adresiniz eyni qalacaq, amma IP adresiniz həmin kafelerin şəbəkəsinə uyğun dərhal dəyişəcək. Şəbəkələr uzağa məlumat göndərmək üçün IP adresindən eyni otaqdakı, yəni eyni LAN daxilindəki son addımda cihazı tapmaq üçünsə MAC adresindən istifadə edirlər. IP adresləri həm də public, yəni ictimai və private, yəni özəl olmaqla ikiyə bölünür. Sizin evdəki cihazlarınız private IP-dən istifadə edir və xarici aləmə yalnız routerın təmin etdiyi tək bir public IP ilə çıxır. Bir də IP-lərin növləri var. İlk başda yaradılan IPv4 sistemi təqribən 4,3 milyard unikal adres təklif edirdi. İlk dövrlərdə bu rəqəm çox nəhəng görünürdü. Amma bugün təkcə kompüterlər deyil, ağıllı televizorlarımız, kondisionerlərimiz, hətta qapı qıfıllarımız belə internetə qoşulur. Təbii olaraq bu 4,3 milyard adres bitməyə başladı. Çıxış yolu kimi dərhal IPv6 yaradıldı. Tam 128 bitlik bu ünvan elə nəhəng bir sistemdir ki, o yaxın gələcəkdə dünyadakı hər bir xırda cihazı belə limitsiz adreslə təmin etməyə imkan verəcək. 5-ci hissə: İnternet və DNS sistemi. Nəhəng qlobal onurğa. İnternet əslində nəhəng bir zəcirvari reaksiyadır. Evimizdəki cihaz modem yerli internet providerinə, yəni ISP-yə qoşulur. Yerli providerlər birləşərək milli şəbəkələri, onlar isə bir-biri ilə birləşərək o qlobal internet onurğasını yaradır. Milyonlarla vebsayt bu şəbəkənin üzərindəki serverlərdə saxlanılır və dediyimiz kimi hər serverin unikal bir IP adresi var. Amma burada böyük bir problemimiz var axı. Biz insanlar rəqəmləri yaxşı yadda saxlaya bilmirik. Baxın, işin ən sehirli tərəfi burada başlayır. Hər dəfə Wikipediyaya girmək üçün 198.35.26.96 yazmaq məcburiyyətində olduğunuzu təsəvvür edin. Dəhşətdir, eləmi? Məhz bu dərddən bizi DNS, yəni domen adı sistemi xilas edir. DNS internetin nəhəng telefon kitabçasıdır. Siz brauzerinizə sadəcə domen adını yazırsınız, brauzeriniz arxa planda dərhal bir DNS serverinə müraciət edir və deyir, mənə bu adın IP adresini tap. DNS sistemi dünya boyu paylanmış cəmi 13 ədəd kök serverli işləyir. O, bu məlumatı saniyənin mində biri ərzində tapır, brauzerinizə qaytarır və vebsayt dərhal qarşınızda açılır. İnanılmazdır. 6-cı hissə: Nəticə və icmamıza qoşulun. Hər şey o kiçik toxunuşla başlayır. Klik edirsiniz, paketlər yola düşür. Səsküysüz və ağıllı switchlərin köməyi ilə yönləndirilir, routerlar tərəfindən böyük şəbəkələrə çıxarılır, NAT ilə maskalanır, MAC ilə yerini tapır, DNS isə insan dilini rəqəmlərə tərcümə edir. Bütün bunlar dünyanın o biri ucuna gedib yenidən bizə qaydana qədər sadəcə millisaniyələr ərzində baş verir. Bu həqiqətən də kompüter şəbəkələrinin əsl görünməz sehridir. Əgər bu rəqəmsal dünyanın pərdə arxasını mənimlə birlikdə kəşf etmək sizə də maraqlı gəldisə, bu təhlili bəyənməyi və kanalımıza abunə olmağı mütləq unutmayın. Bəs sizin üçün bu prosesdə ən çox təəccübləndirici məqam hansı oldu? Fikirlərinizi aşağıda şərhlərdə yazın, müzakirə edək. Öyrənməyə davam etmək üçün icmamıza qoşulun. Növbəti maraqlı izahlarda görüşənədək.